Hörmətli izləyicilərimiz, 2 məktəbin ortasında bir möhtəşəm bir ev çəkilişinə gəlmişik. 4 nömrəli və 7 nömrəli məktəblərin ortasındadır. Evimizin altında 3 obyektdir. Birinci obyektlərlə sizi tanış edeyim. Obyektlərimiz ikisi 60 kvadratdır hər biri. Biri də 30 kvadrat metr. Obyektin hər birində ayaq yolusu var. Belə bir geniş obyektdir. Obyektləri ver arendaya, heç işə gücə getməklə. Necə deyərlər? Bu növbəti obyektimizdir. Burada gördüyünüz kimi genişdir, 60 kvadrat metrdir. Evimiz şəxsi tiklidir. Alt üst bir yerdə 290 kvadrat metrdir. Burada da gördüyünüz kimi ayaq yolusu var. Kommunallar qaydasındadır, qaz, su, işıq, kanalizasiya hamısı qaydasındadır. Bu da növbəti obyektimizdir. Obyektin içini çəkmirəm, arendadadır. Burada 30 kvadrat metrdir. Evimizin xarici görünüşü. Evimizin xarici görünüşüdür. Evdə yaşam üçün hər bir şərait yaradılıb. 3 obyektdir. Üstü də yaşayış evidir. Bu həyətimizdir. Həyətdə əl yumaq üçün belə bir yer düzəlir. Həyətdə sanitar qovşaqdır. Evimizin xarici görünüşüdür. Evin daxili ilə sizlərə tanış edəcəm. Burada skladımız var. Böyle bir geniş skladdır. Kombimiz alınıb, yenidir. Quraşdırmaq qalıb, quraşdırılacaq. Burada da kombimiz. Kombimiz yenidir. Evimiz monolit tiklidir. Qoşa daşla inşa edilib. Tikinti və təmir zamanı yüksək keyfiyyətli materiallardan istifadə olunub. Bura evimizin dəhlizidir. Bura evimizin dəhlizidir. Sanitar qovşaqdır. Bu ev əsl yatırımdır. Sonda qiymətlənəcək. Bütün başdan başa evimiz isti döşəmədir. Mərmər pləkanlardır. Bura evimizin zalıdır. Ev tam əşyalı satılır, elektronika xaric. Evimiz yeni inşa edilib. Müəyyən səbəblərdən satılır. Bura evin mətbəx hissəsidir. Bura evimizin mətbəx hissəsidir. Mətbəxin pəncərəsi həyətə baxır. Evimiz 2 məktəbin ortasında yerləşir. 4 nömrəli və 7 nömrəli məktəblərdir. Məktəbdə rus bölməsi var. Burada eyvandır. Belə bir geniş eyvanımız da var. İndi isə sizi yataq otaqları ilə tanış edim.
Gözəl zövqlə inşa edilib, təmir edilib. Bura böyük yataq otağımızdır. Bütün hər yer isti döşəmədir. Sonda qiymətdirici kommunallar qaydasındadır. Növbəti yataq otaqlarıyla tanış edin. 3 yataq otağı, bir zaldır. Bu da növbəti yataq otağımızdır. Bu da 3-cü yataq otağımız. Evimiz əşyalı satılır, elektronika xaric. Evimiz alt-üst 290 kvadrat metrdir. Əşyalı satılır, elektronika xaric. Bütün ev başdan başa isti döşəmədir. Tikinti və təmir zamanı yüksək keyfiyyətli materiallardan istifadə olunub. Evimizin start qiyməti 290 min manat təşkil edir. Ətraflı məlumat üçün səhifədə əlaqə nömrəmiz var. Buyurub əlaqə saxlaya bilərsiniz. Növbəti elanlardan vaxtında xəbərdar olmaq üçün kanala abunə olmağı unutmayın.